Amerikadan hər kəsə salam, sabahınız xeyir olsun. Bu gün də gəldik, maşınımızı gördük ki, bax belə dəmirini bağlayıb gediblər. Üstünə də bir dənə tiket qoyublar. Yəni cəriməvi gəl ödə. Bu hal niyə baş verir və maşını niyə belə bağlayıb gedirlər? Gəlin o barədə danışaq. Keçən dəfə TikTokda bir video paylaşmışdım. Pünhanın maşınına eyni bu cür sarı dəmirdən bağlayıb getmişdilər. Bu səfər də bizim maşının başına gəldi. Səbəbi isə çox sadədir. Cərimələri ödəmirik. Deməli gəlirlər, maşının sarı dəmirini bağlayırlar ki, maşını oradan çəkə bilməyəsən və belə bir dənə vərəq qoyurlar. Burada məlumatları yazırlar ki, get Boston City Hall'a cərimələri ödə. Hansı cərimələrindən söhbət gedir? Misal üçün, bugün cərimə almışsan, 21 günə qədər onu şikayət edib geri çəkdirə bilərsən. Mən amma hələ indiyə qədər bacara bilməmişəm. 1 ay, 2 ay, 3 ay keçənləri deyil, düz 6 aydır ödənilməyən cərimələrimiz var. Ona görə indi gedirik total ödəniş eləməyə. Görək, axırda məbləğ nə qədər çıxacaq. Mən haradasa bir $500 fikirləşirəm, çünki 4 dənə cəriməm var idi. Mən Virginiyada olanda cərimə yazmışlar, o qalıb, onu da vərəqini itirmişdim deyə. Bugün gördüm ki, bəs o cəriməymiş. Xeyirli olsun, heç nə deyə bilmərik. Bu cərimələr parking cərimələridir. Yəni avtomobili saxladığımız yerlər düzgün olmadığı üçün aldığımız cərimələrdir. Bunlar niyə və necə baş verir? Sırf bizdən söhbət gedir. Yəni burada bildiyiniz kimi parkinqlər sayladır, yəni məhdud saydadır. Əgər siz apartmanda qalırsınızsa. Yox, əgər həyət evidirsə, təbii ki, parking problemi yoxdur. Cəmaət ev axtaranda bax belə parkinqli, yəni yerlər axtarırlar. Parking evli. Biz apartmanda qaldığımız üçün, yəni şəhərdə qaldığımız üçün məcbur street parkinqlər deyilən yer var, orada saxlayırıq. Bu cərimələri niyə alırıq? Əsas məqam burasıdır. Bizdə həftənin 3-cü günləri 2 həftədən bir sağ tərəf, 2 həftədən bir də sol tərəf küçələr təmizlənir. Və bizə qabaqcadan misal üçün xəbərdarlıq edirlər ki, gəl maşınını çək. Avansda o qıraqda yazılır. Biz də çəkmirik və yaxud da düzgün yerdə park eləmirik deyə. Yəni təbii ki, günah bizdədir. Cərimələr çoxdurmu? Bəli, çoxdur. $40, $90, $60. Amma bal yazdırmır. Ödəməyəndə necə olur? Bu cərimələri ödəməyəndə 21 gündən sonra artıq başlayır üstünə əlavə pullar gəlməyə. Bir aydan bir də əlavə pul gəlir. Mən indi 500 deyirəm, açıq heç bilməm. Gedəcəm ora, bəlkə sürprizli xəbərim yoxdur yəni. Gedib indi görək nə qədər ödəniş eləyəcəyik. Bu da mənim bax kitab cərimələrimdir. Yəni 2 maşına, yəni 2 maşın və 3 nömrəyə. İndi onu da izah eləyəcəm. Aldığım cərimələrdir. Misal üçün burada $60, $40, $90, $60. Hardasa total bir $2000 yaxın borcum var. Bir Chevrolet'ə, məhz nömrəsinə, 2 bu maşına, Ford Mustang'a, Virginia nömrəsinə, ona daha çoxdur, 1100-1200'dür. Bir də yenə eyni Mustang'a, yəni fırlatmışdım. Tutmuşdum Massachusetts nömrəsinə. O da $150 hardasa orada cərimə var. Bəzən olur ki, görmürsən, yəni misal üçün külə vurur atır və yaxud da bu bəzən olur. Yəni o qədər səlist, o qədər gözəl işləyirlər ki, adam o cəriməni görməmək kimi ehtimalı yoxdur. Daha öncə qar yağır, gəlir qarın üstünə belə vurur, gedir. Yəni burada əfv eləmirlər. Səhv yerdə saxlamısansa gördü, bağışlamır. Bax belə şeylərə görə də, yəni səbəblərdən biri də budur ki, cəmaət burada ham maşın sürmür. Yəni avtobusdan zaten istifadə edir, taksidən istifadə edir. Fikirləşirlər ki, bunun qazı var, yəni benzini var, yəni ustası var, təkəri var, o var, bu var. Ona görə fikirləşirlər ki, elə avtomobilli taksi ilə əvəz eləsəm daha məqsədə uyğundur, daha rahat gedib gələrəm. Əsas odur ki, stres çəkmərəm. Biz amma stresin ən böyüyünü çəkirik. Cərimənin belindədir. Hər şəhərin öz, yəni bizim yaşadığımız ştatın hər şəhərin öz parking ödəmə məntəqəsi var. Onlaynsa yenə də saytları da ayrıdır. Misal üçün Cambridge ayrıdır, Somerville ayrıdır, Boston ayrıdır. İndi gedirik Bostonda ödənişimizi eləməyə. Yəni bu da Boston City Hall'da baş verəcək. Gəlin gedək Boston City Hall'a. Yəni mənə sual verirdilər ki, o video paylaşmışdım TikTokda. Elə bil sevinirsən, yəni gülürsən. Onsuz da olan olub, keçən keçib dostlar. Yəni onsuz da mən bu cəriməni ödəməliyəm. Niyə pis olum? Niyə əhvalımı korluyum? Elə
Deyə gülə-gülə də gedirik Boston City Hall-a. İndi birazdan mahnı zadda qoşacağım. Vapşe fışqırıq. Əslində olan sənin mənlik. Gəlib çıxdıq Boston City Hall-un ərazisinə, amma burada da parkinqə yer tapa bilmirik. Bax, bu bədbəxtçilik. Böyük şəhərin bədbəxtçiliyi budur ki, parkinq üçün yer tapa bilmirsən. Sonra gedirsən orada burada saxlayırsan, cəriməni də alırsan, günahkar da olursan sən. Qardaş, bunu biraz çoxaldın da. O boyda Bostonda gəldim, bir dənə park yeri tapdım, bir dənə. Bax, bir belə Bostonda. O da ki, gəldim dedim də bu səfər ödəniş eləyim parkinqə. İşləmir. İşləmir. Gəlib yəqin ki, buna da yazacaqlar deyə mən də belə bir şey elədim. Götürdüm, buraya yazdım ki, bəs işləmir də, parking işləmir də. Əl çəkin. Hava da superdir. Əsil yazı hiss edirik. Mart ayının 6-sıdır və 2025-ci il. Tarix olaraq da onu qeyd edeyim ki, nə vaxtsa buna baxanda deyim, hey gidi günlər, hey. Parkın ortası ilə gedirəm. Diqqətimi cəlb edən bir şey oldu. Deməli, baxın, Bostona nə qədər turistlər gəlir. Bax, burada bir tur bələdçisi. Burada bax, 2, bunlar da 3. Yəni, Boston o qədər maraqlı və turistik yerdir ki, yağış, qar, günəş, fərqi yoxdur. Hansı hava olur olsun, turistlər gəlir. Yəni, turist dediyimizdə xarici ölkələrdən düzdür, ən çox bəlkə də Bostona gəlirlər və New York'a deyərdim. Bostona sırf Amerikadakılar, yəni Amerikalıların özləri gəlir, buranın tarixi ilə maraqlanır. Çünki Boston çox tarixi bir şəhərdir. Bax, həmin turistlərdən biri də bax, burada var. Yəni, doludur, bax, şəhər bax, belə doludur. Gəlib çıxdıq Boston City Hall-a. Mən buranı Neftçilər İcra Hakimiyyəti var ya, bu basmaya gedən yol yuxarı. Bax, ora oxşadıram həmişə. Bu qarlara da fikir verməyin. Burada Red Bull'un konserti var idi. Yəni Red Bull'un tədbiri var idi. Ona görə yığmışdılar. Hər yer belədir. Cəmaət üstündən dayanıb. Burada xizək şou var idi. Onu göstərirdilər. İçəri gələndə hər şeyinizi çıxardırsınız. Çəkilişə də girəndə icazə vermirlər. Amma daha sonra çəkmək olar. İndi çəkib sizə bir-bir prosesi göstərəcəm ki, cəmaət necə ödəniş eləyir və mən nə qədər tərləyəcəm. Deməli, təcrübəli olduğumuza görə gələn kimi gedirik 12-ci qapıya, pəncərəyə. Yəni, asan xidmət kimi bir yerdir, bax, belə pəncərələr var. Gedirsən, dayanırsan, özü çağırır, ödənişi verirsən. Görə indi nə qədər çıxaracaq. Right, abi. 7-8. Okay. This is the total. Yeah. This is just a Chevy Cruze, right? That's the disc car. Yeah, that's the one. Okay. Thank you, I appreciate it. 500 değilmiş. 650 dolar. Şimdi geldik ödeme məntəqəsinə. Hi. Not a cab. Card, please. The card will be a service fee, sir. The how much? Extra $16.50. 16? Okay, no. I want to pay cash because this is the lot of more. 650 dolar. Right. Xala orada poz qazan oynayır. Onu prosto bilmirəm göstərə biləcəm yoxsa yəqin göstərə bilməyəcəm. Amerikalıların loteriya həvəsi məni öldürür. How's your change? Okay. 10, 20, 30, 35, 40, 45, 50, 51. 51. All set, okay? Thank you so much. Yep. 700 verdi, 649'un üstüne 51 qaytardı, onu deyir. Have a nice day, bye bye. Gələcək, inşallah gəldik 650 dollar ödədik. Xəbər aldıq, çıxdıq, 650 dollar ödəniş oldu. Burada da hamısı bircə yazır ki, sən nəyi səhv eləmsən. Vaxtında mən bu ödənişləri eləsəydim 360 dollar mənim 5 dənə, yoxsa 5 cəriməm imiş. 6 ay bundan qabaq yazılan cərimələrdir. Hal-hazırda 360 yox, 650, yəni hardasa 2 qatı qədər ödədim. Bunun da 90 dolları dünən o qırmızı vərəqi gec görmüşəm və Boston City Hall-a çatdırmamışam. 90 dollar,
gəlib o söküb dağıtmağa. Əlavə günlər üçün də 15 dollar da cərimə yazırlar. Dərs olmalı idi. Yəni bir təcrübə qazandıq. Düzdür, biraz baha oldu. 650 dollarlıq təcrübə oldu, amma canımız sağ olsun. Düzdür, Pünhandan dərs çıxara bilərdim, amma mən belə deyim də biraz vəziyyət çox pis idi uşaqlar, acınacaqlı idi. Yəni pul yox idi, karoç. Həm vərəq itirmişdim, həm də ki biraz tənbəllik oldu. 2 qatını ödədik. Sizə məsləhətim odur ki, vaxtında ödənişlərinizi eləyəsiniz. Yazdı cəhənnəm 40 dollar ödə getsin. İndi bilmirəm hələ o birisində nə olacaq. 1000 neçə yüzdə orada var. Hələ yəni o düz o Virgin nömrəsidir, məsələ keçmir əslində. Yəni bunu da deyim bilin. Maksimum onu eləyərlər, collection'a verərlər. Collection nədir? Məsəl üçün sən bu borcları ödəməsən, adında olan borcları. Collection bir şirkətdir, belə düşünün. Misal üçün 150 dollar borcunuz var, onu həmin quruma ödəyir, borcunuz olan quruma. Sizdən amma 250 dollar tələb edir. Ortada 100 dollar xeyri var. Siz də bunu verməyəndə nə olur? Deyəsən dövlətdən alır. Onda da sizin kredi skorunuza mənfi təsirləri var. Canımız sağ olsun. Deyə 650 dollar da ödədiklərin. Gəldik deməli maşına çatdıq. Görək buna cərimə yazıblar. Yox. Bu səfər yazmayıblar. Heç olmasa burada canımız qurtardı. Deyəsən heç əraziyə gəlməyib. Amma gəlsəydi inanam ki yazardı da yəni. O dərəcə güvənmirəm bunlara. Gəlib maşının o sarı dəmirini sökdülər. Biz də elə yolda olanda sökmüşdülər. Gəldik, çatdıq evə. Heç nə. Xeyirli olsun. Özünüzdən müğayət olun. Növbəti videolarda görüşərik. Kanalıma abunə olub videolarımı bəyənməyi unutmayın. Bacardığım qədər Amerika haqqında videolar paylaşıram. Dəstək olsanız sevinərəm. Görüşərik.